Uyğunluğu müəyyən edin. Demək, uyğunluq testinə nəzər salsaq, burada bizə meqalopolislər qeyd olunub. Bosfaş, Tokaydı, Rainbow. Bildiyimiz kimi Bosfaş Şimali Amerikada, ABŞ-da, Tokaydı Yaponiyada, Rainbow isə Orta Avropada, yəni Avropa, Qərbi Avropanın meqalopolislərindən biridir. Demək, şəhər aqlomerasiyalarını uyğunlaşdırmağa çalışaq. Belə ki, Amsterdam, bildiyimiz kimi Amsterdam Avropada yerləşdirilən bu Rainbow-na uyğun gələcək bir aqlomerasiyadır. A-nı Rainbow-na qeyd edirik. New York bildiyimiz kimi Amerikaya məxsus olduğundan biz bunu Bosfaşa aid edəcəyik, bəli. Direy Mine bu da eyni zamanda yenə Avropaya, Orta Avropaya uyğun gəlir və yenə biz bunu elə bura uyğun, demək, Rainbow ilə uyğun gətirəcəyik. Nagoya bildiyimiz kimi Yaponlara məxsus olan bir aqlomerasiya olacaq və biz bunu da eyni zamanda həm Nagoya, həm də Yokohama ikisi də Tokaydoya məxsusdur. Demək ki, doğru bənd kimi burada D və Y-ni biz Yokohama əldə edirik. Belə ki, 1-ə B, 2-yə D-Y, 3-ə AC doğru bənd olacaq.